biri gəldi, məthiyi oxuyan gəldi, əlimdən aldı, Quranı oxudu. O Quranı qatlayıb qoyub çıxıb gedəcək. Evet. Bəs nə zaman bu əbəslənir? O zaman ki, sən buna qiymət verirsən. Quran qiraətinin formaları özü bir dənə elmdir və hər bir ərəb, hər səsi olan, hər Quranı əzbər bilən o elmlərə yiyələnmək qabiliyyəti mümkün də olmasın. Həssanın özünün tilavətinin əvvəlində belə cavabla belə deyək, o ən zil pərdə ilə tilavəti belə görsənib. Hətta padşah olursan belə ol, sən Quran oxunan kürsüdən aşağıda əyləşməlisən. Olar ki, siz Quran oxumayasınız canlı. Bizim bir kompozisiyamız var. Kərim Mənsurinin səsi ilə onu quraşdırıb məclisin əvvəlində onu təqdim elədi və ondan sonraki dəvəti mən qəbul eləmədim. Bütün qarilər çıxır, bəyat oxuyur və sonra ya rast oxuyur, məsələn, ya əcəm oxuyur, ya çarca oxuyur. Bu insan çıxırmış tilavətə, əcəmlə tilavətin əvvəlin əcəmlə başlayırmış. Tilavətin əvvəlin segahla başlayırmış. Biri gəlir, nə qaridir, nə Quran müəllimidir, heç Quran müəllimi də deyil. Quran haqqında məlumatı yoxdur, nə qiraət haqqında məlumatı yoxdur. Hacı Ruslan oxuyub düşür, gəlir, o gəlir məsəl üçün, çıxır, başlayır. Qardaş, sən get mədhiyövə elə də. Həssan yeganə qaridir ki, bunun deyir tilavətinin ardıcıllığını tutmaq olmuyor. Belə olmamalıdır ki, Quranın şəni sındırılan yerdə durub sonradan biz Quran oxuyaq. Yəni cəmiyyət yavaş-yavaş mənə belə gəlir ki, bu şeyləri artıq cəmiyyətə alışdırmaq lazımdır. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adı ilə. Allahın salamı olsun əziz izləyicilər. Sizlərə yenə də Quran ətri verilişi ilə sizin xidmətinizdəyik. Bu günləri inşallah ustadlarla tilavət aləminin dahilərindən olan mərhum Muhammed Abdüləziz Həssan, onun həyatı və onun həyatında olan nailiyyətləri haqqında inşallah danışacaq. İstərdim ustadlar salamlaşsın və mövzumuza davam edək. Biz də dəyərli izləyicilərimizi salamlayırıq və dəyərli ustadları salamlayıram. İnşallah ümid edirəm ki, Həssan haqqında müəyyən qədər məlumatlar verəcəyi və qiraət həvəskarları onun da qiraətlərinə gedib qulaq asacaqlar inşallah. İnşallah. Bismillahirrahmanirrahim. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama və əziz dəyərli izləyicilərimizə. Buyurun hacı. Bəli, Muhammed Abdüləziz Həssan 1928-ci ildə avqust ayının 28-də Fərəstəq kəndində anadan olub, uşaqlıq dövründə də gözlərindən məhrum olur, kör olur, atası əlindən tutur. Doğrudan bu atalar da nümunədir. Necə qarilər nümunədir, atalar da nümunədir. Əlindən tutur və bunun hafiz olması üçün, qari olması üçün bunu məktəblərə aparır və hifz məktəblərinə aparır. Ərəfər Rəşid müəllimin vasitəsilə ki, ilk ustadlarından olub, onun vasitəsilə bu mərhum Abdüləziz Həssan hafiz olur. Bəli, hafiz. İlk olaraq əvvəlindən hafiz olur, bəli. Yenə də hafiz. Bəli, 2 il ərzində 7 qiraət öyrənir. Bu ki, məşhur 7 qiraətimiz ki var. Qarilər arasında seydilə çox görürük, müxtəlifli qiraəti. Önəmli məsələdir. Bəli, Həssan oxuyur. Ki, yəni 7 qiraəti öyrənmək önəmli məsələdir və qiraət fənniləri deyirlər də ona, özünə məxsus bir məktəbdir. Yəni hər qarinin bacarığı çərçivəsində deyil. Məsələni qeyd edeyim. Deməli, mənim özümün də həyatımda olub, sonradan bizim şagirdlərimiz də olanda, tələbələr olanda, onlarda da görmüşəm. Deməli, biz təzə-təzə ki, belə Quranı öyrənmişik, indi ərəb qrammatikasını öyrənəndə, qarin qulaq asırdı o tilavətinə, bir də görürdü ki, məsələn, ani əd
deyib, hə o təzvidi Səhv bilmirmiş. elədim, bəli, Səhv bəli. elədim. Öz Tələbəlik aramızda vaxt da olurdu. deyildi. Məğribdən bir qari var idi. Bizim canlı səhifələrimizdə iştirak edirlər bəzən Məğrib ölkəsindən. Onların da yaşadığı Nafiyyənin qiraətləri oldu. ölkələrdə, məsələn İndoneziya kimi, Malaziya, Məğrib kimi ölkələrdə bəli, Nafiyyədən oxuyurlar, Vərşdən oxuyurlar belə. O orada gözəl bir tərtil tilavət eləyir. Bizim öz qarilərimizdən ki, daha o qiraətlərin rəngarəngliyini anlayışları yoxdur. Deyirlər ki, o səhv oxuyur da. Dedik ki, yox, o səhv oxumur. Əslində o da təcvid üslubudur, bir növ təcvid üslubudur ki, inşallah yəqin ki, gələcək zamanlarda Allah nəsib eləsə, bu barədə də bir geniş mövzu açılar. İnşallah. O qiraət müxtəlif təzvid üslublarından da inşallah zaman-zaman söhbət açılır. Nəyə demək istəyirəm? Bir dəfə bir məclis idi. Hacı İlkin müəllimi dəvət ediblər. Bizim də təbii şagirdlərimiz var. Hacı İlkin müəllim orada Qur'an oxuyur. Görürəm ki, bizim o tələbələr oturublar, nəsə danışırlar. İndi biz özümüz də indi şagird olmuşuq, bilirik. Yaxınlaşdım, nə məsələ bildim. Müəllim səhv oxuyur, ha. Deyirəm, nə yox. İndi ta ki, hər hansısa bir qiraətə uyğun oxuyur. Belə nəsə gülə-gülə keçdim, sonradan baş saldım. Görün nə qədər bünövrəsi var imiş ki, qariliyə başlamağın ilkin mərhələsi bu 7 qiraəti kamil şəkildə öyrənməkdir. Misir məktəbində ümumilikdə 7 qiraəti bilmək şərtdir bir qari üçün. Yəni Misirdə ümumilikdə qarinin o göstəriciləri var da, kim nə qədər nədən bilirsə, onların dərəcələri də onunla ölçülür. Məsələn, birincisi hifzdir. Görürsünüz, hər bir qarinin biz danışanda deyirik ki, 10 yaşında, 12 yaşında, 13 yaşında, 8 yaşında bunlar hafiz olurlar. Yəni, ilk şərt hafizlikdir. Ondan sonra bu ki, qədəm qoydular Quran mədrəsələrinə, Quran məktəblərinə. Orada birinci olaraq Quranın təcvid və əhkam sistemini öyrənirdilər. Vəqf ibtida sistemini öyrənirdilər. Ondan sonra giriş edirdilər fununul qiraat, yəni qiraətlər fənni adlı bir bölməyə girirdilər və orada Peyğəmbər dönəmindən sonra, salamullah aleyh dönəmindən sonra ortaya gələn qiraətlər ki, onun da özü bir bəhsdir. Ulumu Quranda, yəni Quran elmlərində bu geniş bəhs olunub. Bir ara yadımdadır, 17 veriliş çəkmişdim. Qiraət ulumu Qurandan, yəni qiraət elmlərindən, Quran elmlərindən 17 bəhs dərs çəkmişdim orada. Orada bunlardan hamısından söhbət açılır. Hardan yarandı, necə oldu, kökü hara, tarixlər, Peyğəmbər salavatullah icazə vermişdimi belə bir oxunuşlara, hamısının dəlilləri ilə nəzəriyyələr orada var. Misirdə də bu ki, qiraətlər var ki, 7 qiraətdə, məşhur olaraq 7 qiraətdə bunlar cəmləşib və yaxud da 14 qiraət və 10 qiraətdə deyirlər. Qari gəlirdə həmin qiraətləri mütləq öyrənməli idi. Bunları öyrənmək üçün də... Əslində İlkin müəllim 7-dən 10-dan da çox olub. Sadəcə olaraq onları... İndi o bəhslərə girmirəm azı. Yığıblar. 7-dən də məşhur üçün saxlayıblar. 14-ə düşürdüblər. Sonra 10 eləyiblər. Sonra 7 eləyiblər. 3 dənə də saxlayıblar. Orada o qiraətlərə də bəzən vaxtı qeyri-məşhurdular. Ən məşhurları 7 dənədir. Bunların arasında olan kəlmə müxtəlifliyi, məsələn, bayaq Seyid dedi, məsələn, biz oxuyuruq bəzən vaxtı, məsələn, Vərşin Nafiyyədən olan rivayətini oxuyuram, məsələn, mən ona cəmaatın, Quran oxuyanların görürəm ki, reaksiyaları fərqlidir. Niyə burada, məsələn, Quranda yoxdur, axı, niyə oxudu? İstisna olaraq məcrihə kəlməsi Hud surəsinin 41-ci ayəsində və yaxud da lətəmənnə kəlməsi Yusuf surəsində. Amma Vərşin məsəl üçün yetərincə Asimin qiraətindən fərqlilikləri var. Vadduhə, vadduhə, vəlləyli izə səcə, səci, mə vəddəəkə rabbuka və mə qalə, və ləl-əxirətu xayrun ləkə minəl-ulə. Fərqli qiraətdir, amma Asimin qiraətində, yəni həfsdən olan rivayətdə... Burada sizin oxuduğunuzda, burada məsələn mədd hissələrində səsin dəyişilməyidir. Əbdülbasit gəlir,
kəlmə Ya Zəkəriyyə innə nubəşşiruka bi quləmin Nəbşuruka oxuyur. oxuyur. Nəbşurka bi bəli, quləmin. bəli, Sözün nəbşuruka. Və hərəkələrin yaxud belə da tə hərfinin yə yerləri hərfi dəyişir. formasıdır, tə'məlun, ya'məlun Bəli. məsələləri var. Yəni Misir məktəbində bir qarinin kamil qari olması üçün bu qiraətlərdən proqramları var. Bəli, bu Tamamlanmalıdır. qiraətləri də bilməsi Tələblər bilməlidir. var. Mən deməli bütün qiraətlərdə Qurani-Kərimlərim var. Məkkədən almışam. Bütün qiraətlərdə xətt olaraq yazı olaraq o məsəl təzyiqlə üçün yazılır. bizim bugünkü əlimizdə olan bu çaplar Həfs min Asimin, yəni Həfsin Asimdən rivayət elədiyi Qurani-Kərimlərdir və o formada da çap olunub. Amma digər bu 7 qiraətdə olan qiraətlərin də Qurani-Kərimləri var. Bəli. Məkkədə satırlar. Mən onları dostlarım İndi üzr vasitəsilə istəyirəm, gəzdirirəm, sözünüzü almışam. unutmayasınız. Kiçik bir haşiyə çıxmaq istəyirdim. O İlkin müəllim ki vurğuladı, müxtəlif formalarda olan çaplar, orada məna baxımından heç bir dəyişiklik yoxdur. Eyni əlimizdə olan Qurani-Kərimdir. Sadəcə olaraq nəyə görə vurğulayır İlkin müəllim o cümləni? Yəni əlimizdə olan Asimin xətti ilə olan Quranı açıb oxuyan zaman rahat şəkildə oxuyuruq. Birdən məsələn vərş təcvidi ilə yazılmış Quran olsa, oxuyan orada deyir ki, burada bu olmamalıdır axı. Hətta ora qədər o işarələr var orada. Cəmlik vavının orada göstərilməsi kimi. Vələl əxiratu orada özünə məxsus bir işarələr var. Ranın təfximin tərqiq olması. Bəli, onlar çaşdırmasın bizi cümlə olaraq. Yəni Amma ümumiyyət məktəb deyək də, yəni bir mənalı şəkildə Qurani, indi bir nəfər Quran qarisidir. Yəni hələ ki belə deyək bizim cəmiyyətdə aşiqlərimiz, Quran qarilərinin aşiqlərinin gözündə Quran qariləri bir belə deyək sevdikləri bir insan olaraq Qurana xatir bu cürə bizə yanaşmalar var, amma əslində Quran qarisinin elmi tərəfdən baxmaq lazımdır. Seyd Əli müəllimin vurğuladığı o məsələ bir mənalı şəkildə Quran qiraətinin formaları özü bir dənə elmdir və hər bir ərəb, hər səsi olan, hər Quranı əzbər bilən o elmlərə yiyələnmək qabiliyyəti mümkün də olmasın və o mükəmməl qari olmasın. Yəni bunların bir-birlərindən üstünlükləri, aşağılıqları da bir növ bu xətnəndir. Hətta mən bunu da deyim, üzr istəyirəm, Əbdülbasit dönəmində elə bir zaman var idi ki, Quran üstadlarından biri dedi ki, bir nəfər qarilik diplomu almaqdan ötürü elə qari olub 20 il əziyyət çəkib. Yəni 20 il onun akademiyasını oxuyurmuş. Yəni elə belə deyil. Ta gəlsin o icazə verilsin buna ki, sən həqiqətən qarisən. Ona imza atılmasına bir 15 il, 20 il vaxt lazım imiş. Amma biz məsələn o işin ciddiliyi mühafizəkarlar tərəfindən, yəni o ciddi yanaşmalar. Ciddi yanaşılmalıdır. Əsl məsələ odur ki, savadsız insanın arenaya çıxması, cəmaət arasına çıxması doğrudan yəni faciədir də. Yəni, bilirsiniz necədir? Bir adam ki, Qurandan xəbəri yoxdur, duraq gələ Qurandan danışa. Bir adam ki, Quran tilavətindən, qariliyindən xəbəri yoxdur, gələ Quran oxuya və bilirsiniz necə, insanlarda ikrah hissi yaradar. Eyni zamanda qari kimi, cəmiyyətdə qari kimi təqdim olunan. Yəni, bunlar doğrudan belə məsələlərdir. Elə o ağrıdıcı məsələlərdən də biri odur da. Bir adam, üzr istəyirəm Seyid, yəni məsəl üçün qiraət aləmindən heç xəbərdar deyil. Amma görsən gəlir, qiraət oxuyur. Yəni günümüzdə o qədər... Yəni etiraz eləmirik, amma heç olmaya qarilər olan yerdə, məsələ bu yaxınlarda yəni olub, heç olmaya qarilər olmayan yerdə oxuyun. Qari olan yerdə sən artıq başqa bir şey oxuyursansa, mədhiyyə oxuyursansa, gəlib qarinin yanında qiraət eləmən, yəni ən azından o qarinin haqqına girib onu haqqını zayi eləmək. Tədbirlərin birinin əvvəlində belə bir şey rastıma gəldi mənim. Dəvət almışdıq, tədbir sahibi Quran oxumağa dəvət eləmişdi bizi. Orada ki, məsələn, tədbirin içində indi daha gündəmdir da bu məsələlər ki, ilahilər də oxunur. İndi mən ad çəkməyəcəm burada. Yəqin ki, özü verilişə baxsa, səhvini anlayar. Dedi, bizim, olar ki, siz Quran oxumayasınız canlı, bizim bir kompozisiyamız var. Kərim Mənsurinin səsi ilə onu quraşdırıb, məclisin əvvəlində onu təqdim elədi.
və ondan sonraki dəvəti mən qəbul eləmədim. Yəni və o məclisdə Quran oxumadım. Etiraf eləyim ki, Allah rəhmət eləsin, Ustad Əbdülbasitin barəsində deyirlər, bir məclisə dəvət eləyirlər o ustadı. Təyyarə ilə gedir o ölkəyə. Çıxır səhnəyə, səhnədə Əuzu billah, bismillah, sadaqallah. Deyirlər, niyə tilavət eləmədin? Oturur təyyarəyə, gəlir Misirə. Deyir, orada mən Quran əhli görmədim. Yəni, belə olmamalıdır ki, Quranın şəni sındırılan yerdə durub sonradan biz Quran oxuyaq. Yəni, cəmiyyət yavaş-yavaş mənə belə gəlir ki, bu şeyləri artıq cəmiyyətə alışdırmaq lazımdır. Mərhum Əbdüləziz Həssan. Sən sözün para qaldı. Yox, buyur, bu mənə maraqlı oldu. Mənə maraqlı oldu. Mən özüm bir dəfə bir məclisdə yadıma gəlir. Dini bir mövzu yaranmışdı. Təbii ki, orada bir həkim mövzusu vardı ki, həkimin də fikri alınmalı idi. Bir elə bil ki, bir tibb bacısı, bir tibb qardaş da belə. Orada bir tibb qardaş vardı, yəni tibb qardaşı. Mən onu gördüm, həkimi görmədim. Ondan sual soruşdum, sonra gördüm bu tərəfdə həkim var. Özlüyümdə utandım və ondan üzr istədim ki, doğrudan əsli mütəxəssis burada olurlar, ondan aşağı rütbəli bir adamdan söz soruşmaq, bu özü elmə bir hörmətsizlikdir. Quran qarisi olan yerdə, yəni belə deyək də, başqa bir adamın Quran oxuması ya hər hansısa bir, nə bilim, məddahın Quran oxuması, o, yəni həqiqi mənada yəni olmamalıdır. Doğrudan, yəni bilirsiniz necədir? El arasında bir söz var, deyir, zər ver zərgərə, doğrudan əhli onu oxumalıdır. Seyidcan, bəlkə bu məsələnin yeri deyil də, amma Allah şahiddir ki, yəni bizim belə deyək də, məsələn, Quran oxumaq həvəsi və yaxud da məsələn, yox, heç kim oxumasın, biz oxuyaq. Yəni bu haqda yəni belə bir düşüncəm yoxdur. Sadəcə olaraq nə deyirəm? Məsələn, Hacı Ruslan gəlib Quran oxuyub, məclisdə gəlib Quran oxuyub, dəvət ediblər. Biri gəlir, nə qaridir, nə Quran müəllimidir, heç Quran müəllimi də deyil. Quran haqqında məlumatı yoxdur, nə qiraət haqqında məlumatı yoxdur. Hacı Ruslan oxuyub düşür, gəlir, o gəlir məsəl üçün, çıxır, başlayır, qardaş, sən get mədhiyövə elə də. Gəlir, çıxır, Hacı Ruslandan sonra qiraət eləyir. Əslində o Hacı Ruslanın orada şənin salmır aşağı. O, qıraqdan baxana ona deyir ki, qardaş, get işi ilə məşğul ol da. Amma bu Quran qarisinə, Misirdə bəyək onu gətirdim. Qarilərin bu qədər mühafizəkar olması, bu qədər qiraətə önəm verməsi elə o babətdəndir ki, yadınızdadır Mustafa İsmail'dan biz danışanda Misirdə bir ənənə ortaya çıxdı. Hətta padşah olursan belə ol, sən Quran oxunan kürsüdən aşağıda əyləşməlisən. Bəli. Yəni biz bunu yadınızda olsa Mustafa İsmail'də, yəni bu qədər ehtiramı olmalıdır Quran-ı Kərimi. Quran oxunanda sakit olunmalıdır. Quranın əmridir, Allahın kəlamıdır. Yəni onu demək istəyirəm ki, əzizlər, Quran qarisi olan yerdə, Quran qarisi olmayanın, Quran oxumağı o qarinin haqqına girməkdir. Yəni bu günləri mən rahat danışa bilirəm bu sözü, bu etirazı rahat şəkildə edirəm. Çünki o, mən hamı bilir ki, bizim oxumaq problemimiz yoxdur. Ki, mən oxuyum, nəsə ehtiyacım var. O problemimiz yoxdur. Ona görə danışırıq bu günləri. Qarinin, bəlkə bir cavan qaridir. Görür ki, biri gəldi, məthiyi oxuyan gəldi, əlimdən aldı, Quranı oxudu. O Quranı qatlayıb qoyub çıxıb gedəcək. Evet. Bəs nə zaman bu həvəslənir? O zaman ki, sən buna qiymət verirsən. Evet. İnşallah cəmiyyətimizdə elə bilirəm ki, bu məsələlərə diqqət olunmalıdır. Bəli, sözümüz Məhəmməd Əbdüləziz Həssan haqqındadır. 17 yaşından məşhurlaşmağa başlayır. Hətta o qədər bu insan tilavət aləmində yeniliklər edib ki, birinci Mustafa İsmail qiraət aləminin yenilikçisi, Əkbərül Qurrası. İkinci isə mərhum Məhəmməd Əbdüləziz Həssan ki, elə bir yenilikləri var ki, onun yeniliklərindən biri budur ki, tilavətin əksər vaxt rast muğamı ilə başlayarmış. Zil pərdələrdən. Bəli, zil pərdələrdən. Hətta bəziləri deyərmişlər ki, bunun bəm oxuya bilmir. Bəziləri deyərmişlər ki, bunun nəfəsi azdır. Ki, o insanların bu düşüncəsi ki, yəni tilavət ancaq
yalnız bəmlə oxunmalıdır, uzun Bəyatla nəfəslə, başlanmalıdır. bəli, bəyatla başlanmalıdır. Bu elə bil ki, mifləri insanların zehnindən götürdü, yeni bir yol, can gətirdi qiraətə. Doğrudan bunun həyatını insan mütaliə elədikcə görürsən ki, bu insan doğrudan həqiqi mənada tilavət aləminin bu insan belə deyək, nabiğələrindən olub. Elə 70-ci illərdən sonra, səncə il idi Mustafa İsmail dünyasını dəyişdi? 75-ci il idi. 76 olmalı, mən bilim. 70-ci illərdə Mustafa İsmail dünyasını dəyişəndən sonra Seyid müəllim, bir uzun 10 il, illər, 15 il meydan qaldı. arena Hassanın olur. Yəni artıq cəmiyyət Hassanın ətrafındaydı, tilafətin. Onun görüntüləri də var. Necə Mustafa İsmaildə cəmiyyət onları bir araya alırdı. Biz onu Hassanda da görürük. Düzdür, dünya işığına məhrum bir qari, amma qəlb işığı ilə o cəmiyyəti yetərincə görən bir qari olub. Və səs baxımından, ələl-xüsus Yə məşəral cinni vəl insi in istatatum, yəqin dinləmişsiniz Ər-Rahman surəsində. Zillə bir dənə Ya məşəral cinnini oxuyur. Sanki bir xitab, ey insanlar və cinlərin məşəri, toplusu. Bu xitab elə bir formada xitab edir ki, adam dəhşətə gəlir ki, insanlar da oturub, cinlər də oturub, Hassana qulaq asır və onlara sözünü deyir. Amma bir şey etiraf eləmək yox, belə deyim də, maraqlı deyilmi ki, biz bu günə qədər hər hansı bir Quran qarisinin, ustadın adını çəkəndə onun yanında Ustad Mustafa İsmailin. Mustafa İsmail, bəli, yəni bir ara Mustafa İsmaillə oxuyub bu Həssan. Bir ara uzun illər Mustafa İsmailin təqlidçisi olub. Elə odur ki, indi siz misal vurduğunuz surənin eynisini də Mustafa İsmail oxuyub. Orada Mustafa İsmailin də bir demək olar ki, belə ecazkar bir qiraəti var. Çox dinləmişəm o qiraəti. Eyni qiraətin bənzərini də ustad. Bunun həyatında. Məşəral cinni vəl insi in istatatum ən تنفذوا من أقطار السماوات والأرض فانفذوا. Çox gözəl bir dənə qiraətdir. Doğrudan özünə məxsus tilavəti var imiş mərhum Həssanın. Misirin böyük ilahiyyatçı alimlərindən Şeyx Mütəvəlli Şəravi deyir ki, bu tilavət edəndə elə bil ki, ayələri nazil eləyirmiş. Onu deyirdim də bayaq, Ya məşəral cinni vəl insini yəni, hətta deyir, o ayələr ki, əzab ayələridir, ayələri oxuyanda deyir, mən bir dəfə məsciddə idim. Cəmaatın üzündə deyir, qəmligi hiss eləyirdin. Cənnət ayələrini oxuyanda deyir, cəmaatın üzündə fərəhi hiss eləyirdin. O qədər. Hətta deyir, hər bir bəlkə ayənin kəlməsi üçün bu insanın özünün şəxsi düşüncəsi var imiş. Və maraqlıdır ki, əksər qarilərdə, yəni müasir qarilərdə bu məsələlərə zaman-zaman rast gəlirik artıq. Bir ayənin içərisində bir neçə muğamı tərkib eləmək. Yəni çətin bir işdir. Məsələn, qari rast məqamı üzərində tilavət eləyir zil pərdələrdə və anidən həmən ayənin içində birdən Hicaz pərdələrinə keçir və Hicazın içindən birdən Nəhavəndə işarə, təzdən qayıdır, sonluğu bağlayır, rast məqamı. Rast məqamı şah məqamı olub da, elə bir onunla bağlayırmış. O mənada belə demək olar ki, hər bir qarinin özünün professionallıq baxımından bir şah muğamı olmalıdır ki, o muğamın içindəki pərdələrdən hansı muğama keçib, məsələn, qari var ki, bayatdan rasta keçir, rastdan Hicaza keçə bilmir. Qayıdır bayata, keçir Hicaza. Qayıdır bayata, keçir Nəhavəndə. Mən qiraətimdə ona öyrəşmişəm. Müğamları dəyişəndə bayatdan istifadə edirəm. Bu özü də bir, məsələn, istedad. Yəni, o özünü bayat muğamında tutub. Onun üçün şah muğam bayat muğamıdır. Amma ustad
Həssanın məharətlərindən biri mümkündür ki, bir ayənin içində ayət cənnət ayələri ilə başlayır. Cənnət ayələrini oxuya gəlir cəhənnəm kəlməsi də o ayənin içində keçəndə orada başqa muğama keçid eləyir. O Səbaya kəlmənin keçir. içində məsələn səbaya keçir. Biraz davam edir. Həmən ayənin içində cənnət əhlinin və cəhənnəm əhlinin əməllərindən danışa bir nəfəs içində insan nəhavəndə keçir. Amma sonluqda ki, bu belə deyək, bağlıdır, tutaq ki, hökm ayələrinə yenə sonluğu gətirir, bağlayır rast muğamına. Yəni, muğamları bir-birinə tərkib eləmək qabiliyyəti, bayaq dediyimiz sözə əgər qayıtsaq, yəni bu insan üçün bütün muğamlar şah muğam hesab olunub. Yəni hər muğamdan digərinə keçid Yeganə və qaridir ki, qayıdış ona bir qayda olaraq deyilməyib ki, məsəl üçün bayatla başlayıb filan muğamları oxuyub və İlkin avazı müəllim, biz bitirib. Quran müsabiqələrində də bu sözdən çox istifadə edirik. Xüsusilə muğam bölümündə olan səhvləri tutan zaman müştərək pərdələr. Məsələn, bayat, Hicaz, Nəhavənd, bunlar eyni cinsin növləridir və onların içində bir-birindən kəsişən müştərək notlar var. Uyğun notlar var ki, o notların içindən istifadə eləmək olur. Yəni, bu cins muğamlara daxildir. Amma məsələn, rastdan, belə deyək, Hicazdan rasta keçmək, rastdan Hicaza o şirinliyi göstərərək keçmək özü həqiqətən əlavə bir məharət tələb eləyir. Hassanın qiraətlərində elə o cürdür. Məsələn, rast oxuduğu yerdə bir anda ortada bir tikə Hicaz oxuyur və yaxud da Səba oxuyur və yaxud da, yəni bütün muğamların içərisində yəni gözlənilmədən birbaş muğamı dəyişir və yenidən həmin əvvəlki muğama qayıdır. Hassanın maraqlıdır ki, 2 oktav üzərində, səsi 2 oktav üzərində olub, 2 oktavdan biraz az 13 dərəcə oxuyub, elə 2 oktavdan 1 dərəcə elə bilirəm. Aşağıda, yox, 2 dərəcə aşağıda hardasa. Ona görə Hassanı təqlid etmək müşkül məsələlərdən biri olub. Bugün biz görürük də Hassanla təqlid eləmək yoxdur. Təqlid olunmamasının səbəbin adəti üzrə bu insanın belə deyək də tilavətində fərqli üslublar olub. Yəni necədir? Onu dedik də bayaq, yəni bir formada üslub, bir formada olmayıb. Sualı Hicazla oxuyarmış, ya Nəhavənlə oxuyarmış, sualın cavabın bəzən bir də görürsən rastla oxuyarmış. İndi o mövzuya görə oxuyarmış. Ya bəzən əgər sualın cavabı sərt cavabdırsa rastla oxuyarmış. Əgər yüngül cavabsa əcəmlə oxuyarmış, Hicazla oxuyarmış. Çox özünə məxsusluğu olub bunun tilavətinin. Ona görə ona qari fəqih deyirlər. Mən buradan əziz izləyicilərimizə tövsiyə edərəm. Nisa surəsinin 74-79 ayələrinin tilavəti var. 1977-ci ildə Qahirədə studiyada oxuyub. Çox möhtəşəm bir tilavətdir. Bir məsələni istərdim inşallah sizə bir mövzu kimi sual verəm. Mərhum Minşavinin səsində hüzün olub. Bu insan hətta rastı da belə oxuyanı hüzündən. Bəli, hüzündəndir. Hicazı da oxusa hüzündən. Amma Həssanın isə səs bacarığından, musiqi bacarığından istifadə eləyib bu insan elə bil ki, o hüzünü çatdırarmış. Yəni, amma bunun özünün əsli səsi həzin, yəni hüzün olmayıb bunun səsində. Mən bunun görüntüsünü görmüşəm. Biz həmişə deyərdik ki, tələbəlik vaxtı bizə deyirdilər ki, Hassanın və yaxud da Mustafa İsmailin dövründə, ümumiyyətlə qarilərin dövründə bir xanım olub. Dayanmadan 8 saat onun oxunuşu olub. 8 saat. Ümmü Gülsüm adında bir deməli, xalq müğənnisi olur, xalq artisti olur. Məşhur müğənni olur. Mən onu görüntüsünü görmüşəm ki, Hassanın yanında əyləşib. Mən də görmüşəm bunu. Hassan tilavət eləyir. O Hassanın bir sözlə qiraətin naşiqi olur həmin o xanım. Yaşlı dövrləri olur həmin dövrdə də. Onun öz tilavətləri də var. Quranda oxuyub Mustafa İsmailin yolu ilə. Baxıram ki, Hassan tilavət edir və o qiymətləndirir onu. Nə mənada? Yəni, bir sözlə muğam baxımından qeyri-adi bir təşviq edir Hassanı ki, bəli. Yəni, Hassanın tilavətlərinin... Maraqlıdır ki, Ümmü Gülsümün üslubundan, bilmirəm necə səslənər,
Ustad Mustafa İsmail də İstifadə müəyyən manevrlardan Mustafa İsmail də istifadə edibdir. Hacı, bu açıq arenadır da. Yəni belə deyək də səs bacarığı, yəni qulaq elə bir şeydir ki, ya gərək qulağı tutasan, eşitməyəsən onu, ya eşitdinsə, qiraətində ondan istifadə edəcəksən. Gəlir. Yəni o duyğu, məsələn biz oxuyan zaman görürsən ki, 20 il bundan qabaq eşitdiyin bir səs gəlir sənin zehninə. Heç bilmədən oxuyan zaman həmin o ahəng ki, məsələn, onda eşitmişdin, gəlir adamın zehninə. O vaxt istəmişdin onu təqlid edəsən, heç edə bilməmsən. İstəyir bu milli musiqilərdən olsun, istəyir başqa ahənglərdən olsun, o sənin zehninə düşdüyü zaman qiraətində o bir xətt olaraq keçir oradan. Yenə də musiqidən söz düşmüşkən, baxın, bütün məşhur Quran ustadlarının böyük əksəriyyəti musiqi elmini dərindən bilmiş insanlar olublar. Əlbəttə, məsələn, notlardan Seyd Əli xəbərdar müəllimin olmalıdır dediyi insanlar. o üslub ki var, bir var insanın özünün səsinin zatı qəmli olsun. Məsələn, adam var ki, danışır, yanındakılar deyir ki, vallah filan kəs danışanda o qədər xoş səs, mən ruhum aram olur. Səs var ki, o səsin danışıq tembri insanların qəlbini oxşayır. Elə səs də var ki, danışdığı qızılda olsa, insanlarda biraz ikrah yaradır. Yəni o yapışmır da, o səsin yapışmağı var, səsin həzinliyi var, səsin məlahəti var. Ustad Menşavinin səsi qəmli səslərdəndir. Yəni onu özü icad eləmir. Əslində o bunun biraz rahatlığıdır. Amma Həssanın səsi qəmli səslərdən deyil, o gərək səsi salsın burun fəzasına, o qəmi öz halı ilə ifadə eləsin. Musiqi bacarığından. Bəli, musiqi, bu da bir böyük bir məharət tələb edir. Bir dənə də xüsusi bir şey yadıma düşür, deyir, o qədər bağlı imiş mərhum Həssan, Ustad Mustafa İsmailin tilavətlərinə, o qədər deyir, onu dinləyirmiş ki, deyir, hətta dəfələrlə özü etiraf edir ki, mən yuxularımda Ustad Mustafa İsmailin üslubunda oxuduqlarımı görürdüm. Amma maraqlısı budur. Yenə də əgər musiqi elmini bilməsəydi, uzun müddət Mustafa İsmailin üslubunda tilavət eləyən bir insan, o təqliddən çıxmaq çox çətindir. Çox çətindir. Və öz üslubunu uzun zamandan sonra ortaya qoymaq məharəti yenə də bağlanır onun musiqi elminin dərinliyinə. Siz təsəvvür eləyin ki, bax, bütün qarilər çıxır, bəyat oxuyur və sonra ya rast oxuyur, məsələn, ya əcəm oxuyur, ya çargah oxuyur. Bu insan çıxırmış tilavətə, əcəmlə tilavətin əvvəlin əcəmlə başlayırmış. Tilavətin əvvəlin segahla başlayırmış. Yeniliklər eləyirmiş. Yeniliklər eləyirmiş. Doğrudan, yəni bu şeylər, yəni o izləyicilərdə gözəl, xoş təsir bağışlayırmış ki, növbəti tilavətində də yenə göstərirmiş. Hətta var ki, Həssanın özünün tilavətinin əvvəlində belə cavabla, belə deyək, o ən zil pərdə ilə tilavəti belə görsənib bunun tilavətində. Mən mütaliədə bir şeyə rast gəldim. Deyir, əgər mütaliə ilə söz bütün qarilərin tilavətin, demək olar ki, bütün qarilərin tilavətin çərçivəyə almaq olar. Necədir? Məsələn, götürürük Minşavini. Minşavi necə tilavət eləyir? Bəyatla başlayır, növbəti rast, sonra səba, ortasında ya Nəhavənd oxuyur, Hicaz oxuyur. Yaxud keçək Əbdülbasit. Bəyatdan sonra çox səba oxuyur. Mustafa İsmail özü. Hətta Mustafa İsmail ki, o qədər zəngin bir tilavəti var, onun belə tilavətinin çərçivəsi olub. Yəni, amma Həssan yeganə qaridir ki, bunun deyir tilavətinin ardıcıllığını tutmaq olmayıb. Ki, yəni, deyəsən ki, bəyatdan sonra hökmən rast oxuyacaq. Yəni, belə deyək ki, hər bir qiraətin öz dəst xətti var da. Yəni, əgər məsələn, belə götürək, İbrahim surəsini oxuyursa, onun öz dəst xətti var. Yusuf surəsini oxuyursa, öz dəst xətti var. Yəni, hər qiraətin özü bir dəsti xətdir. O yüzden onu çərçivəyə salmaq olur. Ruslan müəllim bayaq qeyd elədi. Doğrudan mən mütaliə eləyəndə gördüm ki, hər bir kəlmə ki, bu tilavət eləmir ayədə, hər bir kəlmə üçün xüsusi bir düşüncəsi var imiş.
xüsusi bir belə deyək də bu insanın öncədən xüsusi bir proqramı var ki, mən bu ayədə, bu ayənin bu kəlməsində necə bir manevr eləyəcəm. Burada elə zehnimə burada belə bir şey gəldi. Misirin görə bilməyən qariləri var da, yəni gözdən əlil qariləri var. Elə YouTube-da yazanda gəlir. Gözdən əlil olan qarilərə diqqət eləmişsə onların oxunuşlarına. Onların çox qeyri-adi, bəli, qeyri-adi halları var. Ruhani oxuyublar, bəli. Yəni onların gözləri görmür, onlar qəlb gözü ilə ki Qurani-Kərimi oxuyublar, tilavət ediblər. O səslərinə də o öz təsirini göstərib. Hacı İlkin, özümüzdə baş vermir ki, elə ayələr var əzbərdən bilirik onları. O ayələri oxuyanda bəzən adamı məna aparır. Birinci növbədə adam oxuya-oxuya gözləri yumulur. Düzdür. Həqiqətən elədir. Və o halda oxuduğun tilavətin əvəz olunur. Doğrudur. Ümumiyyətlə tilavətlər hallandır. Bəli. Hala bağlıdır. Yəni insanın o gün ərzində o düşdüyü hal. Məsələn elə bir məclis olur ki, olur da məsələn Allah şəhidlərimizi haldır Seydər müəllim. İnsan bir hala gəlirsən, hətta namazda da deyirlər ki, bu halları yaşayanlar olur. Bəzən söhbətcə düşəndə kimsənin namazın özündə də o xuzu-xuşu yarananda insanın gözləri bağlanır, gözləri. Hacı mən nə deyirdim? Tilavətin ortasında mənim ən çox elədiyim kəlmə səhvləri o mütəşabih ayələrdə gözümüzü yumub oxuduğumuz vaxt olur da. Nə deyirdim? Allah şəhidlərimizi rəhmət eləsin. Biz şəhid məclislərində yadımdadır. Tilavətlər edəndə onlar ki, övladları gəlir, dururdular. Yəni həmin məclisdə yanımızda olurdular. Bəli. Yəni orada olunan tilavət özümüzə də təsirli olurdu. Bu mənada ki, biz həmin başqa o mühitin də təsir var, bəli. Yəni nə demək istəyirəm? O insanın düşdüyü mühit var ha, insanın qiraətinə təsir edə bilir. Ya məsələn mühitə düşürsən, görürsən ki, burada Quran əhli yoxdur. Sənə qulaq az da asmırlar. Toy məclisində deyirlər, Quran oxuyursan, Quran oxuyursa orada yemək içməkdir. Orada nə Quran oxuyacaq? O nə hal tuta biləcəksən ki, orada bir Quran da oxuyasan. Amma məsələn o şəhid məclislərində mən tilavətin nə olduğunu orada anladım. Allah ruhlarını şad eləsin. Həm onların ruhunun onların şəhadəti, birinin şəhadəti bir ümmətin diriliyidir da, hər sahədə, istər maddi, istər mənəvi baxımından. Bir övladın, məsələn belə deyək də, Duha surəsinin gəlib şəhid məclisində oxuyanda, orada gəlib çatırsan, fəəmməl yetimə fələ təqhar, və əmməssə ilə fələ tənhar. Sən o yetim sözün orada oxuyan zaman görürsən ki, canlı yetim yanında durub da, məsələn, düzdür. Nə qədər adamın içi yana-yana sən onu oxuyursan. Və yaxud da Bələd surəsində oxuyursan yetim sözü keçir. Şəhidlər ölü deyirlər, diridirlər ayəsi. Bəqərə surəsində... Buyurun, sözü Yəni onu demək istəyirəm ki, Misirdə Hazızan, o qarilərin qiraətlərinin alıcısı olub, mühiti olub. Və bunlar da oxuyublar onu. Acı dini baxımdan da sizə də rast gələr. Tövsiyə olunan məsələlərdən biri də bir söz nədir? O hal ki insana üz verdi ki, özü ilə, hətta nə qədər auditoriyada insan olsa da, özü ilə Allahın arasında əgər bir bağlılıq qura bildin, deyir, bacardığın qədər gərək onu əldən verməyəsən. Yəni, bu insanda həmişə bu hal olmur ki, bayaq Ruslan müəllim qeyd elədi, namazda bəzən bir də görürsən, insanda olur. Deyir, insan gərək bunu əldən verməyə. Yəni, hətta hara qədər o hal gedir, insan o halın dalıcan gedə. Bir saatda çəksə, deyir, onu əldən vermə. Hətta biz məşhurların tilavətində görmüşük, deyir ki, dayanmadan 3 saat oxuyub. O 3 saatı necə oxuyub? O hal ki, bəli, yaranıb özü ilə Allahın arasında, bu bağı qırmaq istəməyib. O yerə qədər ki, nəfəs tükənir, insan yorulur. Yəni, insan heç bir zaman o halı əldən verməməlidir. Maraqlıdır, Misirdə gecələr Quran oturarmışlar səhərə qədər Quran oxuyarmışlar. Bir misal var, deyir ki, Rast muğamında deyirlər. Deyir ki, ərəb misalıdır, atalar misalı kimi bir şey. Deyir ki, elə ki gecə oldu, rasta başda. Rast muğam. Gecə ki düşdü, yəni rast o qədər geniş muğamdır və oxunlas muğamdır. Nədən biz bəhs eləyirik? Hassan ən çox rastdan başlayıb. Deyir, elə ki gecə oldu, rastdan başda. Bunlar otururmuşlar, səhərə qədər tilavət dinləyirmişlər. Hətta bunu məscidlərdə eləyirmişlər. Çox maraqlıdır ki, məsciddə səhərə qədər həm ibadətdir,
həm də o qarilərin Hə. şirin oxunuşları insanları yuxudan məhrum eləyirmiş ki, oturub qulaq asırmışlar. Alıcı önəmlidir. Bəli, Alıcı alıcı önəmlidir. çox Bir önəmlidir. nəfər deyir, həcdə idik. Allah bütün arzusunda olanların Amin, müqəddəs inşallah. məkanları belə deyək, layiqli şəkildə ziyarət eləməyi nəsib eləsin. Deyir, yoldaşlardan biri rəhmətə getmişdi, dəfn eləmişdik. Onun üçün məclis qurdu. Deyir, bir Quran qarisi ilə orada çağırdıq, gəldi buna dedi ki, biz üçün Quran oxuy. Deyir, dedi ki, çaylarınızı üçün sonra. Deyir, çaylarımızı içdi, dedi, hənduhu deyir, dedi, yox, sigaret çəkənlər də sigaretlərin yığışdırsın sonra. Deyir, oraya qədər, deyir, dedi, yox, Quranın ədəbinə uyğun oturun. Deyir, bir dənə Quran qarşısı gəlib, bizə deyir, orada dərs keçir belə. Bəli. Deyir, biz özümüzə elə də düzəltdik. Dedi ki, indi oxu da. Deyir, dedi ki, yox, danışıqlar da var, onlar da dayansın. Deyir, dayandıq. Başladı, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. İzə quriyəl Quran, fəstəmiu ləhu və ansitu. Bu ayəni oxudu. Sadaqallah dedi, gedəndə dedi, elə bu, dedi, hələ gedin buna əməl eləyün, bəhs sözdür. Yəni, Quran oxunan zaman sakit dayanın və qulaq asın. Doğrudan Seyid, siz bayaq bir söz təsiri var. vurğuladınız. Mən bunu özüm, məsələn, şəxsən heç kimə deməmişəm. Bəlkə də cəmiyyət üçün bir ilk sözüm olacaq özümün barəmdə. Ki, Məkkə səfərini Allah Teala bizə nəsib elədi. O dediniz, ustadlar 3 saat dayanmadan Quran oxuyurdular. Orada alimlərdən biri dedi ki, hər kəs Məkkədin içində, Kəbənin içində Quran-ı Kərimi bütöv oxusa, Səfa Mərvə arasında sorğu-sualı bitənə qədər Həzrət Peyğəmbər onun başının üstündə olar. Əlindən tutar. Dünyasını dəyişəndə. O söz məni elə tutdu ki, mən orada tərtili oxudum. Oturdum Səfa dağının üstündə, Səfa Mərvə arasında. Yəni orada ustadlardan, alimlərdən şahidlər də var idi. 11 saata Quranı bitirdim. Elhamdülillah. Yəni ilk dəfə rekord göstərici 11 saata. O eşqdəki oxuyun burada bitirim. Özdə elə bir gündə deyilmişdi ki, həccin vacib əməllərinin bitən ərəfəsi. O da vacib həccin çərçivəsində olmalıdır. O Kullu Quran bir gün qalıb, sabah çıxıb getməliyik. Yəni oturdum o daşın üstündə 11 saata Quran-ı Kərimi o şövqlə ki, Həzrət Peyğəmbərə hədiyyə olsun bu Quran. Amin. Allah lütf elədi onu. Yəni həqiqətən o halın yaranması və onu əldən verdin. Ola bilər ki, o bir dənə inayətdir, bu sənə bir dəfə verilir. İl uzunu bir dəfə verilir. Ola bilər ki, orada nə tutursan. Bir illik ömrün o inayətə bağlıdır. Bir illik ruzun o inayətə bağlıdır. Allah o inayətdən bizə çox-çox eləsin inşallah. Doğrudan Həssan bir qarilərdəndir ki, ustadlar inşallah bunu da deyə sözümüzü yekunlaşdıraq. Biz yeganə qari ki, onun haqqında 2 veriliş, bəlkə 3 veriliş danışmışıq. Mustafa İsmaildir. Allah rəhmət eləsin. Minşavi. Mustafa İsmail hamısından çoxdur. Mustafa həmişə yad olunur. Bəli, Həssanın həyata mütaliə eləyəndə o qədər çox məlumat var ki, onun haqqında 3 verilişdə əgər çəkilsə, yəni yeri var. Bu insan o qədər zəngin tilavəti olub və zəngin ömrü olub. Allah rəhmət eləsin, ruhu şad olsun inşallah. Qur'ana, dinimizə, şəriətimizə, xalqımıza, millətimizə xidmət eləyib bütün dünyasını dəyişənlərin ruhları şad olsun. Ümidvarıq ki, inşallah maraqlı məlumatlarla siz əziz izləyicilərin xidmətində ola bildik. Siz əzizlər də burada deyilən məlumatlar haqqında daha da çox maraqlansınız, daha yaxşı olar. Allah amanında olun, gələn verilişlərə dək. Allah əmanət olun, sağ olun. Allah and verə izzət və cəmalına, bizi də Quranla yaşayıb, Quranla ölənlərdən Amin inşallah. Allah amanın. Sağ olun.